Bir dənə də sonda onu deyim ki, o yadımdan çıxmamış, fəlsəfə ölübmü həqiqətən? O yadımdan çıxmışdı, onu da deyim, fəlsəfə ölmü? Xeyr. Dostlar, fəlsəfə ölməyib. Bugün bizim, Stephen Hawking dedi ki, bizim ehtiyac duyduğumuz, lazım olan bizim üçün məsələlərə elə empirik elmlər cavab verir. Xeyr, bugün bizim həyatımızda fəlsəfə hər şeydən çox rol oynayır. Məsələn, əxlaq fəlsəfədir. Əxlaq təcrübə deyil ki, mən gedim, məsələn, o ağacı araşdırım, dağı araşdırım, oradan bir əxlaqa aid bir qanun çıxarım. Xeyr, əxlaq tamamilə rasional bir şeydir, mücərrət bir şeydir. Bunun işi fəlsəfədir. Hüquq. Bugün cəmiyyətdə hüquq olmasa, cəmiyyət mövcud ola bilərmi? Hər addımımız hüquqdur. Baxın, burada bizim davranışımızın belə müəyyən hüquqi normaları var. Bizim bir-birimizə münasibətimizin əxlaqi normaları var. Bunlar hamısı fəlsəfədir. Məsələn, bugün cəmiyyət var ki, orada insanlar əziyyət çəkirlər. Niyə? Çünki əxlaqi normalar orada düzgün oturuşmayıbdır. Amma cəmiyyət var ki, orada hər şey yolundadır. Niyə? Bu sayılə məşğul olan fəlsəfədir. Əgər biz fəlsəfəni həyatımızdan çıxarsaq, ümumiyyətlə yaşaya bilməliyik. Bir dəfə bir tanınmış bir adam vardı, o kursundaydıq. O qayıtdı, dedi ki, fəlsəfə uydurma şeydir də. Dedim, uydurmadır, düzdür. Əxlaq zad bunlar uydurmadır. Dedim, düzdür, uydurmadır. Amma dedim, müəllim, siz bayaq dediniz ki, biz araşdırma aparırıq belə. Orada hüquqdan danışdınız, qanunlardan danışdınız, patentdən danışdınız, müəlliflik hüququndan. Mən sizin araşdırmanızı oğurasam necə? Dedi, olmaz. Dedim, dəlil. Empirik mənə dəlil ver. Yoxdur. Fəlsəfədir bu, əxlaqdır. Əxlaqdır bu, başqa bir dəlili yoxdur ki bunun.